Mən Fəxriyə Hüseyn qızı Hacıyeva 1952-ci il yanvar ayının 1-də Qərbi Azərbaycanın Çəmbərək rayonunun Tovuzlu kəndində anadan olmuşam. Sonra həmin rayon Krasnoselsk adlandırılıb. Kəndimiz Sevan gölünün 3 kilometrliyində idi. Uşaqlığım qış ayları kənddə keçirdi. Yay aylarında, daha doğrusu tətil başlananda biz nənəmizlə şəhərə gedirdik. Çünki mənim anam İrəvan şəhərindən idi. Bizim nənəmiz, dayılarımız, anamın bütün qohumları İrəvan şəhərində yaşayırdılar. Bizim uşaqlığımızın ən gözəl günləri, ən gözəl illəri həmin şəhərdə Dərəbağı deyilən sahədə yerləşirdi. Dərəbağı da Zəngi çayının sahilində idi. Biz o bağa gedəndə özümüzü dünyanın ən xoşbəxt insanı hiss eləyirdik. Çünki ora bizə çox əziz idi. Ora bizim babalarımızın yurdu idi. Ancaq onların şəhərdə evləri ermənilər tərəfindən əllərindən alınandan sonra onlar dərədəki, yəni o dərə bağı adlanan yerdəki bağ evlərində yaşayırdılar. Həmişə bizə deyirdilər, nənəm bizi bir yerə aparanda, dayımgilə aparanda, ya biz tramvayla, ya trolleybusla harasa gedirdiksə, bizə xəbərdarlıq eləyirdilər ki, danışmayın. Yəni bilməsinlər ki, siz türksüz, Azərbaycanlısınız, yəni ermənilər bunu bilməsinlər. Onlar hər şeydən bizi qoruyurdular. Yəni onların xislətini bilirdilər. Biz uşaq idik, bəlkə də o dərəcədə başa düşmürdük. Ancaq sonralar mən başa düşdüm ki, bizi niyə qoruyurlar? Dayılarım da bizi qoruyurdu, nənəm də qoruyurdu. Bütün qohumlar bizi ətrafdan qoruyurdular. Çünki onlar ermənilərin necə insan olduqlarını bilirdilər. Vaxtilə 18-20-ci illərdə qırğınlar başlayanda, daha doğrusu ermənilərin Azərbaycanlılara qarşı qırğınları başlayanda mənim nənəmgil İrana qaçmışdılar. Orada sonra onun oğlunu orada uğurlamışdılar. Qayıdıb gələndən sonra müəyyən müddətdən sonra nənəmin elə bil ki, oğlunu, ərini ermənilər öldürmüşdülər, evlərini talan eləmişdilər. Şəhərdəki evlərində əllərindən almışdılar. Sonralar həmişə dayım, nənəm bizə deyirdi ki, opera teatrının, yəni o teatr meydanındakı binanın yerində onların evləri olmuşdu. Orada bir qocaman tut ağacı var idi. Bir dəfə onlar qohumlarımdan kimsə oturdu orada, ya qaynatam, ya bilmirəm. Dedi ki, ya da nənəm, dedi, tut ağacının altında bir dənə oturacaq var idi. Oturdu orada, gördüm ki, gözləri dolub. Çox belə kədərli, ondan sonra hüzünlü bir görkəmi var. O ağac onların elə bil ki, onlardan qalan, evlərindən qalan bir yadigar idi. Çünki evləri yox idi artıq. O evlərin yerində ermənilər özləri üçün teatr binası tikmişdilər. Biz onda dayımgil elə bil o vaxtlar dayımın biri yaşayırdı Qarabazar deyilən məhəllədə, Kolxozçular küçəsində yaşayırdı. Orada əksəriyyəti Azərbaycanlılar yaşayırdılar. Və onların, biz onlara gedəndə heç vaxt danışmırdıq yolda, səsimizi də çıxartmırdıq. Sonralar yavaş-yavaş biz öyrəndik ki, bu ermənilərin Azərbaycanlılara qarşı apardıqları o qırğınların nəticəsi olaraq onlar bu qorxu hisslərini keçirirdilər. O Dərəbağı deyilən yerdən Zəngi çayı axırdı. O Zəngi çayının ətrafında nənəmgilin bağları yerləşirdi, meyvə bağları yerləşirdi. O evləri ilə, yəni o bağ evləri ilə üzbəüz
dağ deyək də, təpə deyək. Orada bir vaxtı gördük ki, tikinti işləri gedir. Onlar dedilər ki, güya 41-45-ci illərdə ölənlərin xatirəsinə abidə qoyurlar. Sonra bir neçə il keçdi, sonra məlum oldu ki, daha sonralar, biz onda uşaq idik, daha sonralar məlum oldu ki, bunlar güya ermənilərin genosidinə abidə qoyurlar. Və sonralar belə məlum oldu ki, o genosid üçün tikilmiş abidədir. Əvvəllər güya 41-45-ci illərdə ölənlərin xatirəsinə həsr eləyirdilər. Orada bir körpü var idi, o tərəfə gedən. O körpü belə bir qələbə körpüsüydü. Mospaveda deyirdilər ora. O körpü ilə keçib həmin təpəliyə gedəndə elə bizim evlə üzbəüz idi. Və biz onlar hər dəfə onların ora gəlməyi, orada nə bilim mərasim keçirtməklərini görürdük. Ağacların arasından hər şey görsənirdi. Qarabağ o qədər gözəl idi ki, belə vallahi bilmirəm, orada cənnət, bəlkə də cənnətdən də üstün bir yer idi. Hər şey vardı orada, hər şey. Bütün gözəlliklər oradaydı. Bütün ağaclar, meyvələr, nə bilim, yaşıllıqlar. Bütün həyatımızın ən gözəl günlərini biz orada gördük. O qayğısız, mehriban, ondan sonra bütün gözəllikləri, bütün anamın qohumları orada yaşayırdılar. Atam isə, atamın əsli elə bil ki, vaxtilə Qaşdan Qarabağa köçmüşdülər. Onların köçdükləri yerlər, onların o şəcərələrini, bizim qohumların tərtib elədikləri şəcərədə bu tarix gedir 1700 neçənci illərə çıxır. 1700 neçənci illərə çıxır. Hələ ondan da əvvələ, çünki oradan əvvəlini yaxşı bilmədikləri üçün o şəcərəyə əlavə eləməyiblər. Sonra Qarabağdakı erməniləri yerləşdirirdilər. Qarabağa erməniləri yerləşdirəndə elə bil ki, babamgillərin hər şeylərini əlindən alırlar və erməniləri yerləşdirdikcə bunların torpaqları da əllərindən gedir və onlar məcbur olurlar Göyçə gölünün sahilinə gəlirlər. Bu olur 19-cu əsrin əvvəllərində. 19-cu əsrin əvvəllərindən elə bil ki, bir neçə qohum, əmioğlular, qardaşlar, bilmirəm, başqa qohumların hamısı gəlirlər, Toğulcada yurt salırlar. Və burada qohumların, kəndin elə bil ki, əmioğlular, qardaşlar getdikcə çoxalırlar, nəsillər çoxalır. Bu haqda o kameral kitabda da var. Bizim nəsillərin adı da orada var. Sonra bizim şəcərəmizin bütün sonra hansı qollara bölünür, həmin qollarda kimlər var, onların uşaqları kimlərdir, babalar kimlərdir, nənələr kimlərdir. Və bizim nəslin adı, atamın kökünün olur Hacı Abbaslar. Hacı Abbaslar. Hacı Abbas mənim atamın babasıdır. Atamın babasıdır. Mənim atamın atasının adı İsmaildir. Yəni bunu deməkdə məqsədim odur ki, bizim ailəmizin atam tərəfi çox sayılıb seçilən, hörmətli olan adamlar olurlar. Kəndin demək olar ki, bir xeyli hissəsi hamısı bir-birlərinin qohumları idilər. Elə bir qardaşlar qol-qola ayrılıblar. O şəcərə kağızımı mən tapıb verirəm sənə. Orada bir nəslin neçə üzvü olub, əmioğlular, qardaşlar, qardaş uşaqları, nə bilim bibilər, o bibilərin uşaqları və ta ki 1988-ci ilə qədər. Mən orta məktəbi qutarandan sonra ali təhsil aldım, sonra ailə qurdum və Bakıda yaşamağa başladım. Mənim demək olar ki, bütün illər boyu, mən 72-ci ildə ailə qurmuşam, bütün illər boyu, o ta 88-ci ilə qədər hər il kəndə getmişəm. Hər il
Bütün yayımızı orada keçirtmişik. Bacılar, qardaşlar, atam, anam, qardaşlarım, bacılarım kənddə yaşayırdılar. Və onların ikisinin ali təhsili var idi. Biri polisdə işləyirdi, o birisinin öz işi var idi. Yəni bizim ailəmiz 88-ci ilə qədər orada yaşayıb. Mən şəhərdə, Bakıda yaşamışam. Demək, mən bütün o kəndin gözəllikləri, o yayda düzdür, orada iqlim biraz sərt idi. Yayda, qışda çox soyuq olurdu. Deməli, oradakı yağan qarı mən heç yerdə görməmişəm. O təmizliyi, o gözəlliyi mən heç bir yerdə görmədim. Sonralar heç bir yerdə görmədim. Çünki bizim həyatımız o qədər belə qaynayırdı da, deyək, məhəllə uşaqları, hamısı qohumlar idi. Əmim uşaqları, bibim uşaqları, atamın əmsi uşaqları, yəni bizim məhəllədə yad adam yox idi. Bizim nəslin adı, hələ o əvvəlki devirləri demirəm, sonraki devirlərdə Hacı Abbaslar deyiləndə bilirdilər söhbət kimdən gedir. Mənim atamın adı Hacı Hüseyn İsmailoğlu. Və mənim atam da sayılıb seçilən kişilərdən biri olub. Biz bacı qardaşlar hamımız təhsil almışıq. Öz vaxtına görə, necə deyim, istədiyimiz yeri tuta bilmişik deyək, belə deyək. Və bizim qohum əqrəbanın hamısı 88-ci ildə, düzdür ki, o vaxtı çox, hər şey mehriban idi, hər şey çox gözəl idi. Bizim məhəlləmizdə yad adamlar olmadığına görə, hamısı qohum qardaş uşaqları olduğuna görə, bir uşaqları olduğuna görə orada ayrı seçkilik də yox idi. Necəsə, uşaqların xoşbəxt yaşayışı var idi, belə deyək, o dövr üçün çox gözəl idi. Düzdür, biz uşaq idik, bəlkə də çox çətinliklərə fikir vermirdik. Sonra müharibədəki sonraki dövrlər idi də, 50-ci illər, 60-cı illər, 70-ci illər. Mən 68-ci ildə instituta girdim, 72-ci ildə qurtardım. Ondan sonra mən kəndə ildə bir dəfə gedirdim, ya 2 dəfə gedirdim. Mən axırıncı dəfə kəndə 1988-ci ilin payızında getmişəm. Bacımın toyunda getmişəm, dayımla getmişəm, bir qohumlarla getmişik. Ancaq oradakı ab-hava, sonra burada Azərbaycanda baş verən hadisələr artıq hiss olunurdu. Biz oradan sağ-salamat qaydanda, elə bil ki, biz necə deyim, bir fəlakətdən qurtardıq. Ancaq bizim fikrimiz evimizdə qalmışdı ki, bunların axırı necə olacaq. Elə bil ki, biz çıxanda, oradan qaydanda maşınla gəlirdik. Elə bil ki, ətrafa baxdım, məni bir acı qəhər boğdu. Ətrafa pəncərədən baxırdım maşından. Ürəyimdən bu sözlər keçirdi. Duman, salamat qal, dağ salamat qal. Bəlkə bir də görüşmədik. Bəlkə bu yerlərə bir də gəlmədim. Duman, salamat qal, dağ salamat qal. O mənim, deməli, ora getdiyim axırıncı səfərim oldu. Ondan sonra bir neçə aydan sonra deportasiyanın gücləndiyi vaxt oldu. Bizim ailəmiz də oranı tərk eləmək məcburiyyətində qaldılar. Mən yoldaşımla elə bil ki, küçələrdə, yollarda düşüb onları axtarırdıq. Onları axtarırdıq, ancaq mən heç yerdə onları tapmadım. Axırda bacım gəldi, çıxdı evə. Ondan sonra biraz rahatlıq tapdım. Dedim, bəlkə ermənilər bunlara da nəyisə elədilər. Bəlkə bunları yolda güllələdilər. Bəlkə, nə bilim, 100 gün maşından vurdular, nəyisə elədilər. Sonra onların şəhərə gəlişi də çoxlu qayğılar başlandı. Ev qayğıları, məişət qayğıları, yaşamaq qayğıları, iş qayğıları, bunlar başlandı. Zaman zaman
Az-çox bəzi şeylər yoluna qoyuldu. Ancaq mənim anam kənddə 50 il müəllim işləmişdi. Onun minlərlə şagirdi var idi. Bakıya gələndə atam da ki, həmişə iş-güc adamı olub, hörmətli, izzətli adamlar olublar. O mahalda sayılıb seçilən adamlar olublar. Bura gələndən sonra onların vəziyyətləri bizə çox pis təsir eləyirdi. Ona görə də onlar düzdür ki, evləri dəyişdilər. Evləri dəyişsələr də atamla anam şəhər mühitində, daha doğrusu özlərini heç yerdə yerləşdirə bilmirdilər. Yəni mənəvi cəhətdən sıxılırdılar. Onlar çox sıxılırdılar burada. Ona görə də onlar Xızıya getdilər. Xızıda Qarabağ kəndində müəyyən müddət yaşadılar. Bir neçə il orada yaşadılar. Sonra səhhətlərində problemlər oldu. Sonra nə bilim yaşamaq biraz çətinləşdi. Ona görə də şəhərə qayıtmalı oldular. Və mənim valideynlərim elə bil ki, həyatda bir növ ona əgər yaşamaq demək olarsa yaşadılar. Çünki kökündən ayrılan, ondan sonra hər şeyini itirən, ancaq canını götürüb qaçan adamlar idilər. Belə bir zamanda bir təsəlli olurdu ki, bu iş təkcə onların başında deyil, hamının başında var. Yəni o tutaq ki, 18-ci ildə mənim qohumlarım İrəvandan qaçmışdılar. İran tərəfə, Türkiyə tərəfə. Ondan sonra mənim qaynanamgil qaçmışdılar. Qaynanamın daha doğrusu anasıgil qaçmışdılar. Onların qohumları da hərəsi bir yerə səpələnmişdi. Çox belə necə deyim, çox ağırlı, acılı günlər görmüşdülər. Onlar həmişə bir xof içində yaşayırdılar. Bir o erməni xofu içərisində. Çünki onlara çox əziyyətlər eləmişdilər. O qırğınlar, o arazdan keçmək, sonra evinə girib evini talamaq, adamları öldürmək, onlar üçün adi şey idi. Mənim qaynanam da danışırdı, o da İrəvanlıdır da, o da İrəvanlıdır. Elə bil ki, mənim anamın qohumlarıdırlar onlar. Onlar danışırdılar, mənim nənəm də danışırdı ki, o vaxtlı ermənilər, o elə bil ki, Suriyadan, Türkiyədən, İrandan köçürülüb gələn ermənilərə vədlər veriblər ki, orada sizə belə olacaq, nə bilim bulaqlardan süd axır, nə bilim hər yerdə nə olur. Yəni bunları o aldadıcı vədlərlə gətirmişdilər. Onlar da sonralar qarğış tökürdülər. Bunu mənim nənəm danışırdı. Mən onları bilmirdim, biz uşaq olmuşuq, onlar danışırdı. Bu yəqin ki 30-40-cı illərdə, sonra 50-ci illərdə baş verirdi. Çünki biz o vaxtı yox idik. Sonra deyir ki, biz hamama gedəndə onlar başqa gün gedirdilər. Yəni Azərbaycanlılar onlardan iyrənirdilər. Mən elə fikirləşirəm ki, ermənilər çəkinirdilər ki, bunlarla eyni hamama getsinlər. Onlar ancaq elə bil ki, kiminsə əkinində işləyirdilər, kiməsə kömək eləyirdilər. Sonra yavaş-yavaş yerləşdilər. Sonra özlərini belə təşkilatlandırdılar. Sonra da başladılar yavaş-yavaş Azərbaycanlılara qarşı, bax bu əvvəlcə gizli-gizli, sonra da açıq-aşkar Azərbaycanlıları məhv eləməyə, qaçırtmağa, qovmağa başladılar. Elə o vaxtlarda da elə bil ki 40-cı illərdə müharibədən də əvvəl deportasiya var idi. Müharibə başladı, elə bil biraz dayandı. Sonra 48-ci illərdə, bəlkə də biraz tez, bəlkə də biraz gec, yenə deportasiyalar başlandı. Və
orada deməli Azərbaycanlılar yaşayan, yəni türklər yaşayan o yurtlardan, o yerlərdən adamları köçürtməyə başladılar. Məcburi şəkildə siz gedirsiniz filan yerə. Evlərində nə var idisə, evlərini aldılar, verdilər ermənilərə. Sonra bunları mindirdilər vaqonlara, göndərdilər Azərbaycana. Bir hissəsi Azərbaycana gəldi, bir hissəsi İmişliyə gəldi, Sabirabada gəldi, nə bilim belə Suvara gəldi. O Muğam düzünün qaynayan yerlərinə, İlan, Çayan, nə bilim belə bir torpaqlara gətirdilər, tökdülər. Burada da o təmiz sulardan, təmiz yerlərdən, ondan sonra bağlı bağçalı yerlərdən gəldilər, düşdülər Muğam düzünə. Və burada insanlar kürün palçıqlı sularını içməyə məcbur oldular. Və o vaxtı onlar ki, o 52-ci ildəki gəldilər Sabirabada. Orada qaynatam bilmədilər də bunlar nə etsinlər ki, nə təriləsinlər ki, burada yaşayış yaratsınlar. Bunların cəmi cümlətanı elə bil ki, bir 30 deyim, 20 deyim, 40 deyim, belə bir kvadrat ev vermişdilər. 2 dənə balaca otaq idi. Sonra buna əlavə elədilər özləri. Sonra yavaş-yavaş torpaqlarını düzəltdilər. Mənim qaynanam qorxusundan uşaqları bayıra çıxartmırdı ki, ilan vuracaq. Buna özü danışır ki, biz ilk dəfə gələndə bura canavarlar hücum çəkirdilər evlərə. Düzün ortasında 2 dənə otağı tikib qoyublar ki, bura sizindir da. Hələ eləsi var ki, ümumiyyətlə onlarınki olmuyor. Elə evlər zatlar olmuyor, kimisi evlərində qalıblar. Bir zaman belə bir müddət davam eləyir. Sonra o gələnlərin bir hissəsi yaşaya bilmir. Geri qayıdırlar. Əsasən də Zəngibasarda olanlar, Vedivasardan Zəngibasarda. Onlar qayıdırlar geri. Və gedirlər, görürlər ki, evlərində ermənilər yaşayırlar. Sonra nətərsə bir müddət yaşayırlar, sonra da 88-ci ildə onlar hamısını bir nəfər kimi çıxardırlar. Onlar gəldilər, Sabirabada gəldilər, orada da yurt yuva saldılar. Bizim yoldaş kiminin həyətində qızıl güllər, hamısını oradan buradan yığdılar. Elə bil ki, Zəngibasardakı kimi bir şey düzəltdilər, bir bağça düzəltdilər. Adam içəri girəndə heyran qalırdı. Ağaclar, güllər. Yəni bunu hamısını özləri yaratdılar. Bunlar su tapırdılar içməyə. Ona görə də bunlar başladılar, hovuz tikdilər. O hovuzun içinə yığdıqları suyun içinə də nə tökürdülərsə, bilirdim. Onun içinə tökürdülər, o suyu çöktürürdü. Suyu çöktürürdü, müəyyən müddət o su qalırdı o hovuzun içində, ağzı örtülü ki, onu istifadə eləmək mümkün olsun. Yəni orada sudan əziyyət çəkirdilər onlar. Bu da elə bil ki, deportasiyanın o şiddətli dövründəki hakimlər ki, gəlmişdilər, indi o çox təzyiqlərə məruz qalanlar oldu, filan oldu. Məsələn, mənim valideynlərimin şəhərə gətirib çıxardıqları ən başdan başqa heç nə olmadı. Orada, burada, yollarda, onların oradan çıxıb gələndə atamın erməni dostları var idi, heyvanları verdi onlara. Elə bilirdilər ki, bir də qayıdacaqlar heyvanı. Onların, uşaqların danışıqlarını atam eşitmişdi ki, bu türklər bura niyə gəliblər, nə bilim, nə belə şeylər. Yəni, bütün ömrü boyu qazandıqları, yaratdıqları, qurduqları hamısı ermənilərə qaldı. İndi bizim evimizdə ermənilər yaşayır. Hərdən uşaqlar göstərirlər ki, bu bizim evimiz idi, bu bizim məktəbimiz idi. O qədər belə qızım, qayğılı, acılı günlərimiz oldu ki, biz necə deyim, o uşaqlıq vaxtlarımızda keçirdiyimiz günləri də belə xatırlayanda ürəyimiz ağrıyır ki, kaş bizim
valideynlərimiz o pis günləri görməyəydilər. Çünki bizim yaşadığımız gəncliyimizi biz yaşamadıq. Çünki o gəncliyi ki biz yaşayacaqdıq, o ancaq ah, uf, o öldü, bu itdi, ondan sonra nə bilim güclü xəstəlik tapdılar. Yəni mənəvi çökmək ki var. İnsanlar düzdür, üzdən fiziki cəhətdən görsənirdilər, ancaq mənəvi cəhətdən hamısı çökmüşdülər. Eləcə də mənim atam da vətən həsrəti ilə getdi, anam da vətən həsrəti ilə getdi. Qohumlar burada mənim bibim oğlu 90-cı illərdə iskin düşdü. İndi də heç xəbər ətəri yoxdur. Bir də arzu eləyirik ki, heç olmasa bu itkin düşənlərin nəşini tapırlar. Onu da tapsaydılar, heç olmasa onun atasının, anasının da ruhu şad olardı. Bibim də elə o hisslə, o acı ilə, o həsrətlə dünyadan köçdü getdi, atası da getdi. Yəni onun yoxluğuna düzə bilmədilər. Bu da bizim ermənilərin o necə deyim, onların bilmirəm, həyatda onların Allah cəzalarını nə vaxt verəcək onu bilmirəm. Yəqin ki verəcək. İnsanların bu qədər göz yaşına, qanına bais olanların axırı necə olacaq? Elə bil ki Allah onları yer üzünə göndərib ancaq bəla üçün ki insanlara bəla versinlər. Bunların hamısı qızım Allah özü görür. Allah onların cəzasını elə verəcək ki peşman olacaqlar. Nə bilim, biz də bir həsrətlə, bir ümidlə gözləyirik ki, nə vaxt o yerlərə bir də qayıdarıq. O Sevan gölünün, Göyçə gölünün biz kənarında keçdiyimiz günlərə bir də gələrik. Bütün məhəllə uşaqları hamımız bir-birimizin yanımızda dənizə gedirdik. Dənizin qırağında keçdiyimiz dəniz deyirdik, ona göl demirdik ki. Dənizin qırağında, özü də şirin suydu orada, başqa göllər duzludur. Burada şirin sudur, gözəl balıqlar vardı. Biz o dənizin qırağında, o qumların üstündə o qədər gözəl günlər keçirdik. O dağlarda bizim getdiyimiz o mineral bulaq var idi da, duzlu bulaq deyirdik. O qazlı su idi, həm mineral su idi. Biz uşaq vaxtı ora gedəndə çalışırdıq ki, evdə mürəbbədən zaten bir şey tapırdıq, aparırdıq, suya qatışdırırdıq, olurdu limonad. Yəni təmiz limonad olurdu. O bizim üçün elə bil ki həyat verirdi o bizə. O dağlarda, nə bilim, Ocaq təpəsi, Molla dərəsi, nə bilim, o ildırım vuran, o baldırğanlar olan yerlər, ondan sonra nə bilim, kəşkül yığdığımız o qayalıqlar, o qədər xoş günlərimiz, xoş xatirələrimiz vardı. Yağış yağanda qayanın altında gizlənirdik. Girirdik qayanın altına, oyuq kimi idi ki, yağış bizi tutmasın. Bütün məhəllə uşaqları, qızdı, oğlanlı, hamımız dağlara gedirik, gəzirdik, yığırdıq. Nə bilim, o yeyilən göyərtilərdən yığırdıq, gətirirdik. Yəni bizi onlar maraqlandırmırdı ki, bizim xoş günlərimiz ondaydı. Biz oğlan qız seçmirdik. Çünki hamımız bir-bir əmi uşaqları, xala uşaqları, bibi uşaqları, hamısı qohum əqrəbələr idi. Və biz o günlərimizi indi düzdür, mən biraz yaşca bacılarımdan, qardaşlarımdan böyüyəm. Onların keçirdikləri günlər, onlar danışanda deyirəm, ilahi, görəsən elə bir gün gələcəkmi ki, biz bir də o yerlərə qayıda bilək. Deyirəm, gün gəlsin, bütün vətən həsrətində olan insanlar hamısı öz yer yurtlarına qayıdıb oranı, torpağını öpə bilsinlər. Ora çata bilsinlər. Onlar dağılmış o qəbirstanlıqları ziyarət eləsinlər. Babalarımızın, nənələrimizin ruhu şad olsun. Çünki hamısını dağıdıblar orada.